Ən sevdiyim üsulla qat-qat xəmirli samsa hazırladım. Əvvəlcə soyuq suya duz və duru yağ əlavə edib qarışdırıram. Bunun üzərinə qabartma tozu və hazırladığım mayını əlavə edərək qatı xəmir yoğururam. Xəmirin üzərini örtüb təxminən 1 saat dincəlməyə qoyuram. Bu müddətdə içliyi hazırlayıram. Ətin üzərinə iri doğranmış soğan, istiot və duz əlavə edib yaxşıca qarışdırıram. Xəmir dincəldikdən sonra yayıb üzərinə yağ çəkirəm. Üstünə bir qat xəmir əlavə edib yenidən yağlayıram və videoda göründüyü kimi bükürəm. Bükülmüş xəmiri yarım saat soyuducuda saxlayıram. Daha sonra doğrayıb hər kündəni ayrıca yayıram. Hazırladığım içliklə doldurub samsa formasında bükürəm. Üzərinə yumurta çəkib küncüt səpdikdən sonra 200 dərəcə isidilmiş sobada təxminən 40 dəqiqə bişirirəm. Nəticədə üzəri xırçıltılı, içi isə olduqca ətirli və ləzzətli samsalar hazırdır. Daha çox bu tərz fərqli və ləzzətli təamları qaçırmamaq üçün videonu bəyənib səhifəni izləməyi unutmayın.